Deyir, bir gün rəssam deyir ki, gözəllik haqqında girib tablo yaradacağım. Tezdən deyir, durur, deyir, fırsatının, kətanın dadını götürür, tərpənir gedir. Gedir, görür ki, yaşlı kişidir, bax varır. Deyib, əmi, Allah qaz edin, işin avam da olsun. Gözəllik haqqında deyə bilərsən. Deyib, bala, inan və iman. Qeyd edir. Biraz gedir, görür ki, toydur. Görür ki, oğlanla gəlinin elə bir 40 ilin həsrəti bir-birini çəkirlər. Bunlara xeyir dua verir, oğlan üzüm tutur ki, bəy, gözəllik haqqında deyə bilərsən. Qız deyir ki, sevil sevilməkdən gözəl nə ola bilər dünyada? Bunu da qeyd edir. Tez gedir, görür ki, əskərdir, komandir qabaqda gəlir, dalda Azərbaycan əskər vətən məni bu yerlərə göndərdi. Bu mahnı oxuya-oxuya gəlirlər. Deyir ki, komandira, gözəllik haqqında deyə bilərsən. Biri deyir ki, üzür, sülh, amnamanlıq. Qeyd edir, gəlir. Qapıya çatanda balaları çıxır qabağına. Atam gəldi, topuşdular ataların üzünə. Yoldaşı çıxdı. Dedi, başımın tacı, xoş gəlmirsən? Ha, indi gedir, bu zalim oğlu, 2 saat deyil. Deyib, sağ ol. Görüşdü yoldaşı ilə, getdi, girdi evə. Gördü ki, o əskər deyən, huzur, sülh, amnamanlıq bir evdədir. Tablonu yaratdı, adını qoydu mənim evim. Uşaqlıq illərimin tozlu yolları. Bu yolların hər döngəsi, hər çala-çuxuru xatirələrimlə birləşir. 1985-ci ilin yayın istisi. Bir əlimdə kitablar, digərində yol çantası. Bu yollardan çıxıb getmişdim. Sanki həmişə bu yollar məni çağırırdı, arxamca səslənirdi. İndi isə geri dönürəm. Amma bu dəfə daimi qalmaq üçün deyil. Gözlərimlə çəkəcəyim bu filmin hər kadrında o illəri yenidən yaşayacağam və bu torpağa olan mənəvi borcumu ödəməyə çalışacağam. Aran bütün gözəllikləri ilə ruhumda kök salıb. Şuna bax, ən sevdiyin ərazi buraydı, bax, tək ağaclar var. Gəlir, var yanında, təklər. Sevgilim görüşe çağırmış beni, ben nece unudum olur geçenleri. O asla değil, sevirem seni, sevirem seni. Külək niye böyle yasırsan külək, niye ümidimi kesirsen külək. Külək niye böyle yasırsan külək, niye ümidimi kesirsen külək. Külək niyə belə əsirsən? Mənə elə gəlir ki, bu səs illərin arxasından gəlir. Uşaqlığımda eşitdiyim o səs. Atamın səsi həmişə torpağın səsləri ilə qarışar. Küləyin səsi ilə qoşulaşar. Amma sanki o küləyi eşitmir. Bəlkə də eşitmək istəmir. Çünki külək bu torpağın ağrısıdır. Mən isə yalnız çəkirəm. Atamın səsinin hər notu kadrda əbədiləşir.
külək güclənir, elə bil nəyisə qoparıb aparmaq istəyir. Bəlkə də uşaqlıq illərimi. Uzun illər sürücü işləyən atam ətraf rayonlara yük daşıyar, hərdən məni də özü ilə aparar və yol boyu məlahətli zil səsi ilə muğam oxuyardı. Ondan niyə xanəndə olmamısan soruşanda isə... Yəni, uşaq idim. Çox olardı 12 yaşım. Briqada gəlib. Tanser briqadası birdən hək. Bu, Yaqub Məmmədov oxudu, getdi. Gülağa Məmməd oxudu, getdi. Sara Qədmə vardı, Şökə Ləkbər oldum. İranlı qız nədir? Rübaba Muradova. Bunlar da oradadır. Bura qalxoz sədir, Abdullahi filan. Mənə dedi ki, bacı olub, dur ağa ged oxu. Durdum ağa getdim. Əhsən Dadaşov, dedi, nə oxuyasın? Mənə Əhsən Dadaşov, dedim ki, Bozatı. Bozatı oxudum. Dedi, tane oxuyun, dedim, Qarabağ şəhsəsi. Bunlar hamısı bir-birinizə baxdı. Bu nə danışır, bu nə deyil? Qarabağ şəhsəsi, atamdan qalma patron var idi. O xanın boğazının hamısını tutmuşdum. Xan kimi oxuyurdum. Qarabağ şəhsəsini oxudum. O Allah oradan Şövkət Ələkbərova, Sara Qacmava, Rübaba Muradova. Qucaqladılar, məni o qədər öpdülər. O qədər öpdülər ki, bu yaşda bu uşaq belə oxuyur. Biz elə bir xanşız ki, o görə gəldik, baxdıq. Əhsən Dadaşov mənə dedi ki, qalxoz sədrin, Abdullahi Hilala, dedi Hilal kişi, bu uşağın gələcəyi arış edib, mıy ver biz aparaq. Mıy ver aparaq. Anama dedi ki, bacı aparsınlar. Dedi, bundakı səs heç kimdə yoxdur. O qədər yanıqlı səsi var mı? Bizim valih etdi o xanın boğazının buranda. Mıy aparaq. Hilal anama dedi ki, bacı nə belə? Dedi, yox, bala, yetim uşaqdır, atasız böyüdüyüm. Atamın üzünü görməmişəm də. Mən 46 yaşın dünyasını dəyişdim. Qoyaq bu, gedər isbata düşər. Anam hələ öləndə də mənə dedi ki, ay Aslan, sən heç nə deyə bilmərəm, sütüm sən halal olsun. Sənin o yanıqlı səslərin hələ də mənim qulağımdadır. Hamd olsun Allaha. Anam sanki küləyin səsini dinləyir. Yelləncə isə onun gözləri kimi sakitcə irəli-geri gedir. Bir anlıq hər şey dayanır. Sanki külək də dayanır, vaxt da dayanır anamın üzündəki o ifadədə. Biraz yorğunluq, biraz təəssüf, biraz da itirilmiş illərin kədəri. Uşaq vaxtı mən də yelləncəkdə yellənərdim. Elə bil hər yellənəndə özümü buludlara yaxın bilərdim. İndi isə anam gözləri ilə o boşluğa baxır. O boşluqda nəyi axtarır? Bəlkə də itirdiyi illəri, bəlkə də mənim uşaqlığımı, ya bəlkə heç vaxt demədiyi sözləri. Yelləncəyin səsi anamın susqunluğunu pıçıltı ilə danışan yelləntidir. Aran küləyi, sərt və acımasız. Az qala ağacları yerindən qoparır. Onları göyə soğurmaq istəyir. Taxıl zəmiləri başlarını büküb küləyə boyun əyirlər, ya rəqs edirlər.
Külək yenə də əsir, dayanmır. Onun səsi bir ah kimi yayılır çöllərə. Bir anlıq diqqət yetirirəm. Kəpənəklər bu yerlərin gözəli yulğun ağacının köksünə sığınır. Qanadlarını açıb qasırğanın içində çırpınır. Sanki küləklə mübarizə aparır. Yenə də uçar, dayanmazlar. Mən o kəpənəklərdə özümü görürəm. Aranın sərt küləyində çırpınan, lakin hələ də uçmaqdan vaz keçməyən bir ruh. Yayın istisi, sanki hər şey solub, yorulub, tükənib. Qanqallar da susmuş, solmuş haldadırlar. Amma bu saralmış kolların arasında bir-iki tənha qanqal hələ də boy göstərir. Gecikmiş, amma inadla açan çiçəklər kimi. Və onların üzərində yadımda qalan o qəribə böcəklər, ağ-qara xalları ilə naxış kimi səpələnmiş kiçik varlıqlar. Uşaqkən onların niyə yalnız bu vaxt, məhz bu gecikmiş qanqalların çiçəkləri üzərində göründüyünü anlamazdım. İndi isə düşünürəm, bəlkə onlar da bu torpağın gecikmiş səsidir. Bəzən həyat da belədir. Solmuşların içindən doğan bir rəng. Külək səngiyir. Bir anlıq hər şey susur, sakitliyi sökür. Gölün səthi durğundur. Külək o səthə həfif toxunur. Bu göl də sükutun səsi kimidir. Burada hər şey öz yerindədir. Su, ağaclar, qamışlar, hər şey bir-birinə qarışmadan yan-yana dayanıb. Hər dəfə bura gələndə bir səs eşidərdim. Uşaqlığımda bu göldə üzən quşların səsini dinləyərdim. Onların qanad səsləri, suyun səthinə toxunuşları mənim üçün bir musiqi idi. İndi həmin quşlar hardadır? İllər keçdikcə bu göl də mənim kimi dəyişdi. Suyun səthi bulanıqlaşdı, quşlar azaldı, kəpənəklər yoxa çıxdı. Bu sükutda yalnız öz nəfəsimin səsini eşidirəm. Özüm də bilmirəm burada nə axtarıram. Bəlkə də suyun dibində itmiş uşaqlıq oyuncağımı. Bəlkə də suyun səthində əks olunan öz gəncliyimi.
Uşaq vaxtı kəndimizdəki kiçik gölün buz bağlamış səthində sürüşə-sürüşə məktəbə gedərdik. Hər addımda qorxu, bəzən sevinc. Həmin buz qatının üstündə uşaqlıq arzularım, nağıllarım, bəlkə də biraz qorxum yaşayardı. O anlarda dünya başqa olurdu. Buz üstündəki həyat, donmuş zaman, qəlbimdə hələ də əriməyən ümidlərim. Aranın qışı sərt keçir. Qar az yağır, amma yağanda hökmünü yeridər. İnsanların həyatı bu sərtlikdə daha da çətinləşir. Məişət problemləri artır. Xüsusilə maldarlıqla məşğul olan kənd adamları üçün bu dövr böyük sınaqdır. Soyuğun şaxtanın içində, çöllərdə qoyun, malqara otarmaq nə qədər ağır olsa da başqa çarə yoxdur. Yaşamaq lazımdır. Həyat davam etməlidir. Bu sərt təbiət onları sınasa da, səbirlə bu çətinliklərin öhdəsindən gəlirlər. Hər buzlu səhər, hər soyuq gecə onların həyat hekayəsini yazır. Qış ayında buranın havası çox sərt olur, sərt. Amma yağ aylarında oksigen burada çoxdur. Məsələn, yulğundur, çəkildi, onlardan nəfəs alırsan. Muğan zonası çox gözəl bir zonadır. Yaşamağın səbəbin gəlib özün qurasan, özün bacarasan. Aran torpağının hər qarışında zəhmətin, səbrin, malqaranın izləri var. Bu kiplənmiş otlar təkcə yem deyil. Malqaranın ruzisi, kəndlinin dolanışığıdır. Hər kip, hər bağlama Aran cəmaatının səbr, zəhmət və ümidinin rəmzidir. Bu torpağın günəşi yandırır. Amma onu sevənlər buranı buraxıb getmir. Bu dəqiqə çöldə bizdə istidir burada, 20 neçə dərəcədir mən bilən. Çöldə cəmaət bir dəqiqə ot yığır. Bizim yaşayışımız bu heyvandarlıqla, əkəliklədir. Bizi Aranda saxlayan bu istilikdir. Biz əkinçiliklə, maldarlıqla məşğuluq. Biz ona görə heç yerə getmədik. Burada həm əkirik, becərik arpadan, buğdadan, maldan saxlayırıq. Ondan qazanc götürürük. Aran adamları günəş altında yorulsa da əzmkarlıq və sevgi ilə işləyirlər. Bu torpaqda hər nəfəs, hər damla tərlə hörülür gələcəyə. Burada malqara da kəndlinin ruzisi qədər qiymətlidir. İnsanlar malqaradan qazandıqları ilə övladlarını böyüdür, evlərini tikir, qozalarına baxır. Hər vətəndaşın vətəni özünə yaxşıdır. Hərə öz yeməyin bilir ki, mən nə yesəm yaxşıdır. Mən də bilirəm ki, bunun havası mənim üçün bax belədir. Çox yerə getmişəm, ancaq vətən yaşadığın yer sənin üçün baldan şirindir.
Uşaqlığımda atamla bu yollardan keçmişdim. Sarı su gölünə gedirdik. Suyun ətrafında qamışlar, quşlar, qurbağalar, qamışların arasında gizlənən ördəklər, balıqçıların səbrlə tor atdığı sahillər. Bu göl təkcə təbiətin bir parçası deyil, həm də buradakı insanların dolanışıq mənbəyidir. Hər səhər erkəndən buraya gələnlər ovla dolanır. Balıq tutur, ördək vurur. Quşlar burada öz yuvasını qurar, insanlar isə həmin yuvaların ətrafında həyatlarını qurarlar. Kənd uşaqları bu kanalda çimərdi. Yayda sərinləməyə gəlirdik. Balıq tutanların sevinci, dolanışığını bu sudan çıxarmağa çalışanların şirin zarafatları. Atam deyərdi ki, balıq tutmaq səbr işidir. Bəlkə də bu insanlar balıq tutmurlar, xatirələrini tuturlar. Bir qarmağa ilişən balıq, bir uşaqlıq anı. Biz də bu kadrlarda həmin anları tutmağa çalışırıq. Bəlkə də bu kadrlar o insanların gözü ilə baxanda sadəcə bir su kanalıdır. Amma mənim üçün bu kanal keçmişin güzgüsüdür. Müəllim dostum var idi, gedib İjevskiyə. Gedib orada görür ki, marozdur, nənəm. Var marojna yeyirlər. Deyir ki, hə, bunlar nə qarrə? Marozda 40 dərəcə marozna yeyirlər, marojna. Bir oradan deyib ki, Azərbaycan'a danışır. Demək, bilirmiş, Azərbaycan'da yaşayır, burusunuz. Deyib, siz o 50 dərəcə, 40 dərəcə istidə qaynar çay nətər içirsiniz? Allah bərəkət versin. Benzini pul çıxarmışam. Gəlin 5 dəqiqə gözləyəm deyənin ki, almışam. Bu məkan mənim uşaqlıq xatirələrimdən biridir. Kəndin adamları bura toplaşanda kəndin ruhu, keçmişin nağılları, gələcəyin ümidləri canlı olur. Bu sadəcə əyləncə yeri deyil. Həm də insanların bir-birinə dayaq olduğu, köhnə dostluqların və yeni bağların yarandığı yerdir. Bu səslər, bu gülüşlər mənim aranımın səsini daşıyır. Bura daxil olanda sanki illərin bir araya gətirdiyi qohumlar kimi qarşılandım. Film çəkdiyimi eşidəndə bu adamlar köhnə dostlar kimi sevgi və hörmətlə yanaşdılar mənə. Abi ölsən gəlib, nə? Hər üzdə doğmalıq, hər baxışda tarix və kəndin özünə məxsus ruhu. Sanki kəndin bütün xatirələri, sevincləri, qayğıları bu məkanda toplanmışdı. Nə var, nə yox? Şükür Allah. Nətər dişləriniz? Ya Allah, ya Allah. Muğanda yazın bu may ayına çan ən gözəl vaxtdır da imişdir ha. Gülgülü sarı, gülgülü. Hər gün belə olur. İnsanlar işləyir, zəhmət çəkir, axşamçağı gəlirlər, burada istirahət edirlər. Bura gözəl bir məkandır. Aran cəmaatı çox zirək cəmaatdır. Yəni möhtəbər cəmaatdılar, yaxşıdılar, bir-birinə mehribandılar. Xeyir, şər, hamı bir yerdə olur. Yəni bir
Şər deyəndə, şər deyəndə üzür deyirik. Məsələn, üzür olan yerdə şər ola bilməz. Çünki orada Quran var. Onların sadə, zəhmətkeş həyatı, kəndin sərt təbiətinə qarşı dayanıqlığı məni dərin duyğulara qərq etdi. Burada hər sözün, söhbətin arxasında böyük həyat dərsləri, hər gülüşdə illərin izləri var. Uşaqlıq dostlarım uşaqlıq illərimi yenidən qaytardı. Orayı da seni göreceğim. Uşaq vaxtı ən sevdiyim məşğuliyyət balıq tutmaq idi. Dərsdən sonra evimizin qabağındakı bu gölə qaçardım. Tilovumu suya atıb saatlarla gözləyərdim. Hər balıq mənim üçün bir kəşf idi. Elə bil həmin günlərdəki sükut bu göldə hələ də yaşayır. Su ləpələnir, insanlar dəyişir. Amma xatirələr suyun dərinliyində hələ də çırpınır. Qarmaqla tutduğum ilk balıq. Elə bil həyatın sirrini tutmuşdum o balığın quyruğunda. Hər dəfə suya baxanda öz əksimi görərdim. Su sakitliyini qoruyar, amma dərinliyində həyat qaynayar. İndi isə həmin göl, yuvasını qoruyan quşların çırpıntısı, qamışların küləklərlə rəqsi, günəşin suda bərq vurması, həmin sakitlik, həmin sir. Amma bu dəfə suda əks olunan mən deyiləm, keçmişimdir.
Günəşin qürub çağı, aran çölləri qızılı rəngə boyanır. Torpaq bu qürubda bütün yaşantıları, izləri özündə saxlayır. Bu torpağın hər qarışında atalarımızın zəhməti, analarımızın əllərinin izi, nənələrimizin duaları var. Bura sərt qışı, alov kimi yandıran yayı, lakin hər fəsildə özünə məxsus gözəlliyi ilə ruhuma yazılan torpaqdır. Nə qədər uzaq düşsəm də, haralarda dolaşsam da, bu torpağın bir parçasıyam. Bu torpaq mənim ruhumun mayasıdır. Bu torpaq mənim evimdir. Mən bu torpağa, onun havasına, suyuna, atamın timsalında bütün arana baxıram. Atam isə dərin gözlərini varlığımdan çəkmir. Öz içində dəfn etdiyi, gerçəkləşdirə bilmədiyi incəsənət arzusunu çin edən oğlundan. Ay ucalıb gecə olub tən yarım, əyni nazik əsir dəniz rüzgarım. Üşüyürsə bir yaxına gəl barım, bırakmayıp ellerimi nedense olmaz 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 deyirsən.